Salam, xoş gördük sizlər hörmətli abituriyentlər. 26 oktyabr Paradoks Tədris Mərkəzinin keçirdiyi OTK blok sınağının tarix fənnindən izah edir Yusif Əliyev. 31-ci suala diqqət edək. Tarixi prosesdə ardıcıllığını tamamlayan bəndləri müəyyən edin. Ərəbistanda deməli siyasi birliyin olmaması nəticəsində deməli Ərəb xilafəti Ərəbistan yarımadasını tutmuşdur. Diqqət elə ki, burada biz uyğun variant götürəndə 1-ə D-ni götürəcəyik. Sonra Kordova xilafətinin yaranması. 2-yə də götürəcəyik Kordova xilafətinin yaranması. Deməli bizdə cavab D variantıdır. 2-yə diqqət elək. Eramızdan əvvəl 3-cü minillikdə Hind çayı vadisində salınmışdır. Bu Hindistan mədəniyyətinə aiddir. Mahora Harap mədəniyyətidir və diqqət eləsək də bura 2-ci minillikdə tərk edilmişdir bilinməyən səbəblərdən. Bunların heç birisi ora aidiyyatı yoxdur. A variantıdır 2-də. 3-ə diqqət edək. Xəritə sualdır. Bu demək olar ki, Makedoniya İskəndərin imperiyası dövründə birinci aiddir. İkinci isə parçalandıqdan sonra yaranan dövlətlərə aiddir. Biz burada misalını götürə bilərik ki, yuxarıda Albaniya, aşağıda Atropatena və digər dövlətlər də yaranmışdır. Misal üçün Misirdə Ptolemeylər şurası hakimiyyətə gəlmişdir və başqa dövlətlər. Biz burada nəzərimizə salsaq, Makedoniya İskəndər imperiyasının dağılması və yerli dövlətçilik ənənənin bərpa edilməsi. Cavabı biz burada demək 33-cü testdə E variantını götürəcək. 34-cü testdə diqqət edək. Əhəməni imperiyasının hakimiyyəti dövründə Azərbaycan. Buradakı variantlara diqqət eləsək, cənubda İskitlərin heç bir ağalığı mövcud olmayıb. Cənub torpağı imperiyanın tərkibində deyildi. Xeyr, tərkibində idi. Çünki cənubda elə biz qeyd eləsək Mannanı süquta uğradan Midiyadır. Midiya dövlətində süquta uğradıb Əhəməni imperiyası yaranmışdır. Şimalda əhalinin adətlərinə toxunulmurdu. Əsasən niyə toxunulmurdu ki? Bunlarda zərdüştlük dini idi və diqqət edərdim ki, farslaşma siyasəti də Əhəmənilər dövründə daha da geniş yayılmışdır. Bu da deyil. Əhali siyasi prosesdə qatıla bilmirdi. Xeyr, qatıla bilirdi. Cavab burada biz A-nı götürəcəyik 34-də. Sonra qədim Misir tarixinə aid deyil. Qədim Misir tarixinə diqqət etsək, Çati başkomanda. Xeyr, başkomandan burada Firondur. Sonra 2-yə diqqət eləsək, qullar yad düşmən adlandırırdı. Bu Hindistana aiddir. Vahid dövlətin paytaxtı Memfis şəhəri idi. Yəni bu da aiddir. Yerdə qalanlar 2 variantı biz götürəcəyik. 2-ci minillikdə şahlıq dövrü, Ramzesin dövründə müharibə aparıblar Hitlərlə. Bir də Firon tanrının yerdəki təmsilçisi sayılırdı. Cavab burada da 35-də də D variantıdır. 36-cı testdə diqqət edək. Azərbaycanda Qərbi Avropada feodal münasibətinə aid ümumi cəhət. Məsələn, biz Y variantında götürsək 17-ci əsrdə başa çatmışdır. Bu Y variantı Avropaya aiddir, Azərbaycana aidiyyatı yoxdur. 1000 ildən çox davam etmişdir. İkisi də demək olar ki, 1000 ildən çox davam etməmişdir. Çünki Qərbi Avropada götürsək, Azərbaycanda isə 3-cü əsrdən 19-cu əsrə qədər davam etmişdir. Yəni bu da ümumi cəhət deyil. İbtidai icma quruluşu dağılması nəticəsində Qərbi Avropada yaranıb, bu Azərbaycana oxşar kimi deyil. Feodal təsərrüfatın feodalın xüsusi təsərrüfatı yox idi. Avropa feodallarının var idi, ancaq Azərbaycan feodallarının yox idi. Burada elə ümumi cəhət götürək, kəndlilərin çoxu feodallardan şəxsən asılı idilər. 37-ci testdə diqqət elək. Qərbi xəritədə paytaxtlar göstərilmiş dövlətin aid ümumi cəhət. Biz burada bunu götürsək, 1-ci, 3-cü yüzillikdə yox, eradan əvvəl 4-cü yüzillikdə yaranıb, Selevkilər dövlətin hücumuna məruz qalıb, Atropatena qalıb, Albaniya qalmayıb. Midiyanın süqutu nəticəsində müstəqil olmuşdur. Midiya dövləti süqut edəndə bu dövlətlərin mövcudluğu deyildi. Makedoniya İskəndərin imperiyası belə deyirəm, dağıldıqdan sonra, parçalandıqdan sonra bu dövlətlər yaranmışdır. Yəni bu da deyil. Sonra Bizans imperiyası və Xəzər xaqanlığı ilə mübarizə aparılması. Biz Bizans imperiyası ilə demək, Xəzər xaqanlığı ilə mübarizə aparanda biz Albaniyanı götürə bilərik. Amma Atropatena burada uyğun deyil. Ümumi cəhət burada götürəcək nə? Ərazisinin, hər iki dövlətin ərazisində indiki Azərbaycan Respublikasının ərazisini əhatə edirdi. Deməli, cavab burada
Y variantıdır. Sonra 38-ci testə baxaq. Qədim Roma tarixinə uyğunluq gözlənilmişdir. Romanın ilk diktatoru Oktavian idi. Xeyr, bu kim idi? Sezar. Bütün İtaliyanın işğalı başa çatdırıldı padşahlıq dövründə. Xeyr, respublika dövrünə aiddir. Karfagen dövləti ilə müharibə başladı Makedoniya uğrunda. Xeyr, Siciliya, Karsika bu adalar uğrunda idi mübarizə, yəni bu da uyğun cavab deyil. Respublika dövründə ölkəni idarə edən imperator. Xeyr, respublika dövründə ölkəni idarə edən konsul, senatdakı maliyyə və xəzinə işlərinə baxırdı. Cavab 38-də Y variantıdır. Lullubi və Quito dövlət qurumlarından fərqli Arahda dövlət qurumu. Biz burada nəzər salsaq, eramızdan əvvəl 3-cü minilliyin birinci yarısına təsadüf edir. Deməli 39-da cavab C variantıdır. Sonra Urmiya gölü ətrafında yaranmışdır. Bizdən fərqli cəhət istəyir də, hörmətli abituriyentlər. Biz ona görə bunu ki, Diyala çayına çatan Lullubidir. Misal üçün Quito'nun aidiyyəti yoxdur. Sonra xəritədə əksini tapmış prosesi müəyyən edin. Bu əsasən Yunan koloniyalar dövrünə aiddir. Burada da elə biz A-nı seçəcəyik. Yəni Yunan Əhəməni müharibəsi buna aidiyyəti yoxdur. Karfagen ilə Roma arasında müharibələr xeyr. Dorilərin Yunanistana yürüşü bu 2-ci minilliyə aiddir. Makedoniya imperiyasının da şərqə yürüşü də aid deyil. Yəni bu əsasən Yunan kanalı, yəni də Qafqaza qədər gəlib bunlar yerləşmişdilər. 41-ci suala diqqət edək. Qədim Yunanistan tarixinə aid uyğunluğu müəyyən edin. Biz bura diqqət eləsək, vulkan püskürməsi nəticəsində Krit mədəniyyəti məhv olub, Miken Dorilərə aiddir. Quraqlıq illərində kəndlərin öz ağalarından borc alınması, qulların sayının artması xeyr. Son islahatlar nəticəsində bütün vətəndaşlara hüquq verilməsi, bəli, Attikada yaşayan vətəndaşlara. Doğru tayfalar yürüyüşünə Sparta şəhərinin salınması, bəli, burada cavab 3 və 4-dür. Yəni 41-də cavab Y variantıdır. 42-yə diqqət edək. Rabat xüsusi hərbi məskən, bəli. Vəqif dini ilə ixtiyarında olan torpaqlar, bəli. Elə cavab buradan 1-2-ni götürəcəyik biz. Sonra cizyə cəmaət vergisi yox, can vergisi idi. Xristian, müsəlman olmayan əhalidən alınan vergilərdir. Xərac da feodalların ümumi kəndi mükəlləfiyyətidir. Yəni hərbi qulluqçulara verilən mükafat iqta idi. Sonra Avropada feodal münasibətin yaranması müşayiət olunurdu. Bəli, Roma imperiyasının dağılması ilə 3-ü götürəcəyik və xristian dini yayılması ilə. Roma imperiyasının respublikaya çevrilməsi. Respublikaya çevriləndə burada padişahlıqdır. Respublikadan imperiya çevrilmişdir. Bu düz deyil. Suvarma sisteminin dövlətin ixtiyarında olması. Bu da ki, ona aid olmayan bir şeydir. Cavab burada B variantıdır. Sonra 44-cü testə diqqət elək. Azərbaycan şimalı və cənub torpaqları Sasani dövləti və Ərəb xilafətinin tərkibini birləşdirməsinin əsas cəhəti. Düzdür, burada əsas cəhət burada nə olacaq? Etnik mədəni birliyin təşkil edilməsi, bəli, biri götürəcəyik biz. Xristiyan yayılması uyğun olmaz, çünki ərəblər burada İslamdır, oxşarlıq istəyir. Azərbaycan türk ədəbi dilinin forması başa çatdı. Bunun da heç bir aidiyyəti yoxdur, çünki ərəb dili o dövrdə formalaşmışdır. Əsas götürəcək burada 1 və 4 yad elli düşmənə qarşı mübarizə aparmaq. A variantı. 15-ci, 45-ci suala diqqət edək. Sacilər, Salari, Rəvvadi dövlətinin varlığına son qolmuş tarixi şəxslərin adlarının ardıcıllığına düzgün verildiyi bəndi müəyyən edin. Biz diqqət eləsək ki, Sacilərə kim olub? Mərziban ibn Məhəmməd, bəli, 941-ci ildə. Əbülhüca Salarilər dövlətinin varlığına son qoyub 981-ci ildə. Alparslan da deməli 1065-ci ildə Rəvvadi dövlətinin varlığına son qoyub. Cavab burada 45-də B variantı. Sonra Məzdəki hərəkatı ilə Xürrəm hərəkatına aid ümumi cəhət deyil. Deməli Azərbaycan cənub torpaqlarına təsir etmişdir. Demək olar ki, bəli. Ədəbi cəmiyyət qurma cəhd göstərilmişdir. Bəli, mərkəzi hakimiyyətə qarşı yönəlmişdir. Bəli, 1-ci minilliyin ikinci yarısında. Xeyr, 1-ci minilliyin birinci yarısında Məzdəki hərəkatıdır. Başlanması Xürrəmlər hərəkatı, yəni 484 budur, 778-də budur. Birinci yarısıdır, bu da ikinci yarısıdır. Cavab burada D variantı idi.
46-da. Sonra 47-ci testə diqqət edək. Azərbaycan torpaqlarının Azərbaycan torpaqlarına yaranmış İskit şahlığı. Demək, İskit şahlığı dövründə Urartu ilə bunların heç bir aidiyyəti yoxdur. A variantı Urartu ilə mübarizə aparmayıb. Urartu dövlətin varlığına son qoydu. Midiya son qoydu. İskitlər yox. Manna ilə ittifaqa qurub Assuriya hücum etmələri. Bəli, biz 47-də Seyini götürəcəyik. Sonra Assuriya dövləti tərəfindən süquta uğradılması. Midiya dövləti tərəfindən süquta uğradıb. Yerli Alban tayfalarını sıxışdırıb regiondan çıxartdı. Xeyr. Bunlar da türk tayfaları deyib qaynayıb bir yerdə yaşamışlar. 47-də də Seydi. Sonra 48-ci testə diqqət edək. Albaniya xristian yayılmasının birinci mərhələsi və ikinci mərhələsi. Biz burada götürəndə demək Alqoyan Kilsə Məclisi bu üçüncü mərhələyə aiddir. Yunanpərəst mərhələ idi. Xeyr, bu bura beydə deyil. 4-cü əsrə qədər davam etmişdir. Bax, diqqət edək, bu demək birinci mərhələyə aid olan bu olacaq. Demək 1-ə C-ni götürəcəyik biz. Sonra 1-ə C-ni götürəcəyik. 2-yə. İkinci mərhələdə 1-ci minin ilk yarısında uyğun gəlir. Xeyr. İkinci mərhələ burada biz götürəcəyik. Deməli, 1-ci minin ilk yarısında uyğun gəlir. İkinci mərhələ bəli, 1-ci minin ilk yarısındadır. Deməli, biz 2-yə A-nı götürəcəyik. Hökümdar Urnayda 300 xristianlıq dövlətini elan etməyə başlamışdır. Bəli, demək 2 A-nı və B-ni götürəcəyik. Apostol dövrü isə 2. Apostol dövrü də birinci mərhələyə aiddir. Gizlin elə bil, belə deyərdim də, xristian dini yayırdılar. Demək 1-ə C, 2-yə A, B. Cavab 18-də A variantıdır. Sonra Manna dövlətinin Assuriya dövləti ilə münasibətlərin pozulmasının səbəbləri. Türklərin bu ərazi axın dövründə İskitlərlə ittifaqa girməsi 1. Aza aidiyyəti yoxdur. Aza atası İranzunun siyasətini davam elətdirmişdir. Ulusunun Urartudan kömək alması, bəli, 1-3 hakimiyyətə gəlməkdən ötürü Azanın ölümündən sonra Midiyada Assuriya əleyhinə üsyanların Mannadan dəstək verməsi demək olar ki, bəli, Manna dəstək verib Kaştaritin dövründə. Bir hökümdar Astiaqın Astiaq yardım göstərməmişdir Aşşeriyə. Aşşeriyə yardım göstərən İşbaka idi. Deməli, burada biz 49-da C-ni götürəcəyik. Sonra Böyük Hun və Çin dövlətləri oxşar cəhət bizdən istənilir. Şimaldan gələn Çin demək hücumlara qarşı Böyük Çin səddi. Bu Çinə aiddir, yəni Huna aid deyil, bu cavab deyil. Eramızdan əvvəl 3-cü yüzilliyin birinci yarısı, xeyr, ikinci yarısında müstəqil olmuşdur. Makedoniyadan şərqə yürüşü dayandırıb, xeyr, Makedoniya dövründə nə Çin, nə Böyük Hun dövləti mövcud deyildi. Ən gözəli burada biz bir-birləri ilə davamlı mübarizə aparması. Eramızdan əvvəl 3-cü əsrdə başladı. 1-ci əsrdə də onların davamlı bir-birlərinə mübarizə aparmışdılar. Cavab D variantıdır. Asiya qitəsinin qərbində qonşu dövlətləri də xeyr. Sonra 51-ci testə diqqət elək. Mihriqulu ilə Bulmin Xaqan bizdən soruşulur. Deməli, 1-ə biz götürəcəyik Mihriqulunun şimal-qərbi Hindistana yürüşü elan etməyi. Deməli, Hindistana 1-ə E-ni götürəcəyik. Sonra 2-yə demək 1-ə E-ni götürsək, bu variant ilə biz tapdıq da. 2-yə götürəcəyik Bulmin Xaqanı. Yeni dövlətin əsasını qoymuşdur Göytürk dövlətin. Sonra Aşina nəslilə idi, bəli. Oxşar cəhətdə götürəndə 6-cı yüzillikdə hakimiyyətdə olmalı. Bəli, Mihriqulu 6-cı yüzillikdə, Bulmin Xaqan da Göytürk dövlətinin yarandığı dövrdə də olmuşdur 552-ci ildə. Cavab burada deməli 51-də C variantıdır. 22-yə baxaq. Manna dövləti yaranmışdır. Zama hakimiyyətini birləşdirməsi nəticəsində 1-ə 1 götürə bilərik. Müstəqil fəaliyyət göstərən vilayətlərin artması ilə. Bu da 2-ni götürə bilərik. İran və mərkəzi siyasəti sayəsində Manna dövlətinin yaranmasının bizdən istəyir. Ancaq Manna dövləti 9-cu əsrdə
3-cü Salmansarın daş kitabəsində qeyd olunub. Təxmini ilk hökmdar da Udakidir. Urartu dövləti Əhəməni dövlətə qarşı mübarizə şəraiti. Urartinin Əhəməni bir fərqlidir. Urartu olanda Əhəməni dövləti heç mövcud deyildi. Assur hücumlarından qorunmaq zərurətindən. Bu da ki, heç məcbur deyil. Assuriya hücumlarından qorunmaq deyəndə ki, İran Zuan dövründə artıq Assuriya ilə ittifaqa girmişdilər. Elə uyğun cavab burada biz eyni götürəcəyik. 1 və 2-ni. Birinci minin 53-cü testə diqqət edin. Birinci minin ilk yarısına aid olanları müəyyən edin. Atropoten nəzarətin yayılmağa başlaması bu ikinci mərhələyə aiddir. Deməli, birinci mərhələni bizdən soruşur. Deməli, Assuriyada zərdüştlük yaranmağı, bu eramızdan əvvəl 4-cü yüzillikdə onsuz da bu zərdüştlü dini yayılmağa başlamışdı. Yəni bizim eranın birinci milinə aid deyil. Albaniyada Agoyan kilsə 488, demək bu birinci minilliyə aiddir. Azərbaycanın Pəhləvi yazı sistemi istifadə edilməsi, bir də ki, deməli, Azərbaycanda Pəhləvi yazı sistemindən istifadə edilməsi, bu da Sasanilərin dövründədir. Deməli, biz burada götürəndə 2 ilə 3-ü götürəcəyik. Cavab burada 2 ilə və 3-dür. Sonra 54-cü testə diqqət edin. Şumerlərin tarixinə aid doğru fikirləri müəyyən edin. Şəhər dövləti idarə etmə teokriya, yəni dini hakimiyyət bəli var idi. Eramızdan 7-ci minillikdə Misirdən gələrək içərisində xeyr. Şəhər dövlətləri Luqal adlanan kahin tərəfindən necə deyirlər, idarə edilməsi. Luqal dini kahin deyildi, hökmdar idi. Deməli, bu da dini kahin ensi idi, Luqal isə hökmdar idi. Tarixdə ilk yazılı qanunları yaratmışlar. Bəli, 1 və 4-dür burada. 55-ci testə diqqət edək. Albaniyada Mehranın söz hakimiyyətə gəlməsi 630. Şirvanda deməli, Dərbənd hakimi Şəhriyarın ərəb sərkərdəsi ilə sülh bağlanması. Bu təxmini 643-44-dür. Ərəblərin Sasanida ilk hücumun Sasani 636. Əgər belə olsa biz götürəcəyik 1, 3 və 2. Erkən Tunc dövrünün, ilk Dəmir dövrünün aid ümumi cəhətləri müəyyən edin. Deməli, həm erkən Tunc dövründə, həm ilk Dəmir dövrünə ümumi cəhət. Biz bu bir ümumi cəhətdir. Deməli, əhəmiyyətin itirməsi, bu köhnə maldarlıq, bu uyğun deyil. Metaldan əmək alətlərində hazırlanması belə ikisində dövründə aiddir. Deməli, 1 və 3. 1 və 3 cavab. 57-ci testə diqqət edək. Deməli, Qaraxani dövləti bizdən soruşulur. Bəzən də bunu Əfrasiyablar dövləti adlandırır. 840-cı ildə yaranıb. Belə biz burada baxsaq 1-ə götürəcəyik 1E. Sonra deməli, 10-cu yüzilliyin birincisi 2 yerə parçalanmışdı. Xeyr, 11-ci yüzillikdə əsas rəbqi Uyğur xaqanlığıdır. Xeyr. Deməli, Qəznəli dövlətini götürəndə götürəcəyik İbn Sina, Əl-Buni kimi alimlərə dəstək verilməsi, himayə edilməsi, bir də Banisi Sultan titulu ilə layiqli ilk türk hökmdarı idi Sultan Məsud. Deməli, biz burada 1-ə E, 2-yə də B və D-ni götürdük. Burada da situasiya sualıdır. Deməli, bizə təqdim olan situasiya sualında ümumi, belə deyərdim, Qafqaza, deməli, Rusların, Kiyevlərin Qafqaza yürüş dövrünə aiddir. Biz bu mətni siz özünüz oxuyarsınız. Burada əsas məsələ nədən bəhs olunur? Deməli, 58-ci abzasa suala diqqət eləsək, biz bura yazsaq, deməli, hücumda xaqanlığın iqtisadi siyasi, deməli, siyasi mərkəzə məhv olunmasıdır 1-ə. 2-yə də götürəcəyik burada. Deməli ki, bu hücumdan sonra Xəzər xaqanlığı süqutu sürətlənir. 59-a düşəcək Dərbənd şəhəri. 60-cı suala da diqqət eləsək biz burada. Bir neçə il ərzində bu şəhər, deməli ki, Xəzər xaqanlığı dağıdılır və Ruslar bu dövrdə deyərdim ki, Xəzər xaqanlığının süqutuna son qoyurlar. Belə deyərdik 965-ci ildə. Hörmətli abituriyentlər, belə deyərdim, tarixdən onlayn hazırlıq da keçirəm. Kimə ehtiyac olsa 055 818 55
Deməli 818 55 88. Deməli 055 818 55 88 müraciət edə bilər. Sizə təqdim etdi video izahı Yusif Əliyev.